27 Xaçmaz. Harda yox, Xaçmazda. Gödəkli kəndində dostumuzun evini çəkməyə gəlmişik. Dostumuz Xaçmazlıdır. Xaçmazlıdır. Bu kənddəndir. Gödəkli kəndindən. Dedik, mən bu evimi satmaq istəyirəm. Qiymət də münasibdir. 68.000 20 sotun içində belə bir qəşəng evdir. Bəh, havaya baxaysan, gəl bura. 68.000-ə 20 sotun içində, orada da bağı bağçası var, nə boyda. Sənət torpağın da evində kupçası mövcuddur. Nətərdir, bir evimizi bir də çək qıraqdan. Deməli, 68.000-ə, 68.000-ə. Gəl bura, 68.000-ə. Bu bağ-bağça ilə da, belə deyək, 20 sotdur hamısı. Dedi amma ki, kimsə istəsə bu evi 5 sotla, məsəl üçün, mən verərəm 10.000 aşağısına. Yəni, 68, 10 da çıxanda eləyir 58.000. Gödəkli. İyə baxaysan. Gəl görək, burada nə var? Otun iyinə baxayım. Getdi evi çəkməyə. Yəni, bu ərazidə kim ev almaq istəyirsə, buyursun, zəng eləsin, gəlsin, baxsın. Təzə evdir. Keç. İndi evin içinə baxacağıq. Gəl bu tərəfində çəkək, görsədək, gəl gör. Burada nə var? Buradan da keçid var. Evin qabaq hissəsinə. Getdik, gəl. Yəni, 68 minus 10.000 çıxanda eləyir 58. 5 sotla satacaq buranı. Hasarı da təzədir ya. Hamısını təzə, sıfırdan yığıb. Sıfırdan. Əsas giriş qapısıdır. Nömrə də düşdü üst-üstə. 27 Xaçmaz. Burada həyətdə sanuzildir. Getdi evə, gəl. Xaçmaz, gödəkli. O pilləkənlər belə mərmər qranitdir. Gəl. Bütün ev istipolla təchiz olunub. Bir dəqiqə. Bir, iki, mətbəximiz. Mətbəx buradadır. Gəl. Burada digər otaqdır. Burada da digər otaqdır. Torpağın da evində sənədi mövcuddur. Burada çamaşırxanadır, həm də əyəkli olsun. Hamamla tuvalet. Gəl. Qalxaq ikinci mərtəbəyə. Yəni, şpaklyovkası vurulub, Çernoboy. Çardağa çıxışı. Gəl. Keç. Divarın qalınlığına bax. Sən bir divarın qalınlığına bax. Sən hara getdin? Gəldi, divarın qalınlığına bax. Bu bir otaqdır. Bu ikinci otaqdır. Bu da üçüncü otaqdır. Kim alsa Allah xeyir versin, qiymətini dedim.
Tam ətraflı sizə çəkdim, göstərdim. Bu da ki, heyəti. Yekunlaşdıq. Bu günə bu qədər, sağ olun, minnətdarım.